Yəni nəşi gələndə də yaxın durmadı ki, o mənim oğlum deyil, ola bilməz. Dəfn olunanda da sonra dəfn olunanda da iştirak eləmədi ki, mənim oğlum ola bilməz o. Mən bildiyim Tural ola bilməz. Hələ də yəni elə. Yəni mən bildiyim Tural ola bilməz. Mən bildiyim Tural mənə söz veribsə gələcək. Orada 2020-ci ilin iyul ayının 11-də həqiqi hərbi xidmətə yola düşdü, yola salındı. Bizim rayon komandanından yola saldıq. Goranboyun Ballıqaya ərazisində nömrəli hərbi hissəyə getdi. Sentyabr ayının 27-sində 44 günlük Vətən uğrunda müharibəmiz başladı. Qardaşım da həmin döyüşlərə qatıldı. Sonuncu danışığımız sentyabr ayının 30 günü olub. Biz onunla danışanda o bizə demədi ki, mən müharibəyə gəlmişəm, biz də ora gətiriblər. O sadəcə danışığında dedi ki, hər şey yaxşıdır, narahat olmayın, hər şey öz qaydasındadır. İnşallah salamatçılıq olsun, hər şey yaxşı olacaq, müharibə də dayanacaq, gələrsiz yenə görüşərik, bir-birimizi görərik. Halbuki ayın 26-sından, sentyabrın 26-sından aparmışlar döyüş xəttinə, döyüş bölgəsinə, hara lazımsa oraya yerləşmişlər əskərləri, döyüşdə olub. Bizlə danışanda, əlaqə saxlayanda anamla danışmışdı. Danışanda ayın 30 günü elə həmin döyüş bölgəsindən danışmışdı, amma bizə deməmişdi, mən narahat olmayaq deyə deməmişdi. Vaxt keçdi, 5 gün, 3 gün keçdi, xəbər ala bilmədik. Gördüm deyən olmadı, biz axtarışa getdik. Getdik Goranboya axtarmağa. Orada bizə dedilər ki, bəs başı sağ olsun, Şıxızadə Tural şəhid olub. Amma nə işi götürülə bilmir də, elə yerdədir ki, yəni götürülə bilmir. Bir qardaşım yox, yəni onun kimi orada bir yerdə döyüşə gedən əsgərlər hamısı, şəhidlər hamısı elə yerdədir ki, götürülə bilmir. Çünki düşmən tərəfdən daim nəzarətdədir, götürmək olmur. Dekabr ayının 11 günü xəbər gəldi ki, biz şəhidimizi götürmüşük, şəhidimizi gətiririk. Doğulub boya başa çatdığı kəndə gətiririk, evinə gətiririk. Gətirdilər, qarşıladıq, necələr kənd cəmaatı, rayon cəmaatı, ictimaiyyətlə bir yerdə hamı qarşıladıq, torpağa tapşırdıq, dəfn olundu kəndimizdə, öz kəndimizin qəbirstanlığında. İdmançı idi, qol güləşi üzrə idmançı idi. Dəfələrlə birinci yer tutmuşdu, ikinci yer tutmuşdu. Müharibədən qabaq da 2020-ci ilin əvvəlində xaricə qol güləşi üzrə yer qazandı. Xarici pasportuna düzəltdilər də, özü düzəltdirdi ki, indi gedəcək vəsiqə qazanıb, gedəcək. Pandemiya ilə bağlı, yollar bağlı oldu, gedə bilmədi, qaldı. Onun da arzusu o idi ki, indi dəfələrlə çəkilişlərdə də olub, belə də telefonda da var. Özünün arzusu olmuş ki, hələ müharibə başlamamışdı. Həmişə deyirdi ki, arzum olub ki, gedəm xaricdə qol güləşi üzrə də yarışda erməni vətəndaşı ilə düşən bir yerə, yəni məğlub eləyəm onu. Ən böyük arzumdur. Əsgərlikdə də gedəm, müharibə olsun. Yəni qisasımı almaq istəyirəm. Ana bacılarımızın, qardaşlarımızın, atalarımızın, babalarımızın qisasını almaq istəyirəm. Yəni bu telefonda da var, biri var dildən dilə olar, biri var telefonda da səs yazısı da var, mesajlar da var. Yəni sinif yoldaşları ilə də, dostları ilə də yazışmalarında var. Heç hələ əsgər getməmişdən də. Mən atamla ata-bala olmuşuq. O ata-bala yox, dost olublar. Yəni sırf balacalıqdan bir yerdə ta ki gedənə qədər. Yəni bir dəqiqə bir yerdə ayrı olmayıblar da, ancaq bir yerdə olublar. Yəni hara gedib, şəhərə də getsə, rayona da getsə, yəni axşam olsun, yəni bu insan, yəni mən başqa yerə qalım yox da, iminli bu kişiyə görə o tək qalmasın, gedim onun yanına. Mən şəhərdə qalırdım. Gəlirdi bizə qalmağa. Deyirdim bir gün qalır, olmasa 2 gün qalır, gəlmirsən. Deyirdi ay aman o sözü mənə demə. Gəlmişəm səhər tezdən, axşama qədər sizlənəm. Axşam hava qalanda mən evdə olmalıyam o kişiyə görə.
Gedəndə də getdi, söz verdi ki, məni qoyun əsgər getməyə, gedirəm əsgərliyə, inşallah söz verirəm, qayıdıb gələcəm, yenə bir yerdə olacaq, yenə dost olacaq, yenə həyatımız qaldığı yerdən davam eləyəcək. Amma çox təəssüflər olsun ki, getdi, qayıtmadı. Atam hələ də onun yolunu gözləyir ki, yəni mən onu qəbul eləməmişəm. Yəni o gedibsə, mənə söz veribsə, mən bildiyim Turaldısa, mən bildiyim Motudsa, yəni söz veribsə qayıdacaq. Yəni hələ də onu gözləyir. O da yəni ona görə getmir ki, mən gedib onu görsəm, qəbrini görsəm, yəni qəbul eləsəm ki, həqiqətən Tural yoxdur. Yəni mən həmən onu gördüyüm gün qəbul elədiyim, yəni dəqiqədən mən artıq yoxam da. Yəni deyirəm, mənim yaşamamın indi səbəbi odur ki, mən onu qəbul eləmirəm, getmirəm. Yəni nə işi gələndə də yaxın durmadı ki, o mənim oğlum deyil, ola bilməz. Dəfn olunanda da yəni sonra dəfn olunanda da iştirak eləmədi ki, mənim oğlum ola bilməz o. Mən bildiyim Tural ola bilməz. Hələ də yəni elə ki, yəni mən bildiyim Tural ola bilməz. Mən bildiyim Tural mənə söz veribsə gələcək. Orada getməmişdən ağacdır, belə yoğun ağacdır. O ağacı ikisinə müşərlə elə kəsib düzəldiblər ki, həm oturacaq kimi, həm sökənəcək kimi. Oradan dəmirin dibinə qoyurlar ki, həyətimiz ən hündür yeridir, oradan yol görürsən. Bekar olanda həmişə oturub orada ikisi söhbət edirlər. İndi ata-bala dost kimi belə söhbət edirlər. Hələ də o bekara baxanda mən bilirəm, indi özü görmür ki, mən ki, onu görməyimi. Ya belə, yəni bilirəm də mən bu həyətdə. Görürəm ki, oturur oradan, o qapıya baxır ki, yəni, gələcək. Nə vaxt açıb qapını gələcək. O cümlədən bizdən nə bilim, Allahın qismətidir, Allahın yazısıdır. Allahın qismətini dəyişmək olmur. Qəbul eləmək lazımdır, amma eyni zamanda çox çətindir. Çox çətindir qəbul eləmək. Mən onu internet səhifəsində gördüm. Yəni mənə o linki atmışdılar. Mən onu girdim, orada saytda gördüm. Yəni digər şəhidlərimiz də var idi orada. Qardaşımın adını görəndə yəni bir tərəfdən qürurlandım, sevindim ona görə ki, qardaşımın əziyyəti itmir. Yəni qiymətləndirirlər. Qardaşım yəni gördüyü işə görə, yəni gördüyü o şücaətliyə görə, qəhrəmanlığa görə, vətənə olan sevgisinə görə, qayğısına görə sağ olsun cənab prezidentimiz də, yəni şəhid ailələrinə, şəhidlərimizə göstərdiyi qayğıya görə, diqqətə görə, yəni hər zaman, yəni görürük bu 6 ildə, yəni görmüşük də, yəni şəhidlərimizi, şəhid ailələrimizi, yəni diqqət göstərir, qayğı göstərir, həmişə mənəvi olaraq yanlarında olur. O xəbəri, yəni sizə, yəni ilk olaraq da, yəni kimsə göndərdimi, yoxsa özünüzün rastılaşdırdı? Yox, o xəbəri mənə göndərdilər, o saytı mənə göndərdilər, o linki mənə göndərdilər. Mən girdim, orada gördüm. Yəni qardaşım olaraq, yəni şəhidlər hamısı qardaşım, yəni onlar qardaşım olaraq, yəni qürurlandım ki, nə yaxşı ki, yəni cənab prezidentimiz, nə bilim, insanlarımız, nə bilim, tapıb söz deyə bilmirəm, qardaş. Çox çətin oldu, həqiqətən də sizinlə söhbət elədiyim kimi, hələ söhbət eləməmişimiz kimi, yəni belə çox səmimi söhbət elədik. Biraz narahat oldum, üzülür sayın. Ötən gün işə getməyə hazırlaşırdım, o WhatsApp-da o link atdılar mənə. Mən girdim, o linkə baxdım, orada digər şəhidlərimizin arasında mənim qardaşımın da adı var idi, o qardaşımın Şıxızadə Tural Ətrafoğlu. O adı görəndə həqiqətən də qürurlandım. Sözün əsl mənasında qürurlandım ki, yəni qardaşımın etdiyi şücaətlik, qəhrəmanlıq, yəni itmir, qiymətləndirilir, yəni əziyyəti yerdə qalmır. Yəni ona görə prezidentimizə, başda olan hər bir kəsə öz minnətdarlığımızı bildirirəm, ailəmiz adından, atam adından, anamın adından təşəkkürümüzü bildiririk. Yəni şəhidlərimizin qanı yerdə qalmır, şəhidlərimizin əziyyəti yerdə qalmır. Yəni çox sağ olsunlar deyirəm. Bir tərəfdən də
Yəni qardaşda hər dəfə belə görəndə bir dəfə də yaranın üstü açılır, bir dəfə də yaranın üstü açılır. Yəni nə bilim, qardaş. Şəhid olmağı ilə bağlı əlbəttə fəxr edirəm ki, qardaşım şəhidliyə ucalıb. Ölkəmizin başını ucaldıb, digər şəhidlər kimi. Torpağımızı bütövləşdirdilər. Tək qardaşım yox, yəni bütün şəhidlərimiz, orada iştirak edən hamısı və veteranlarımız, qazilərimiz, əsgərlərimiz. Yəni fəxr edirəm onların hamısı ilə, qardaşım da onların içində olmaqla. Amma belə qardaş tərəfdən baxanda, yəni çox heyfslənirəm ki, yəni nə yaşadı, nə gördü. 18 yaşında ən gənc şəhidimiz, az yaşında. Baxma 18 yaşı olsa da, yəni həyatın çox uzun görmədi də. Elə məktəbi bitirdi, oradan əsgərlik, oradan da şəhidliyə ucaldı. Yəni pis oluram. Belə də ki, hələ də inanırsınız, yəni özüm hər şeyi görmüşəm, şahid olmuşam, bilirəm də hər şeyi, dərk edirəm Allah'a şükür, amma yəni qəbul edə bilmirəm. Yəni deyirəm, dilim deyir, amma yəni qəbul edə bilmirəm də. Çünki təşlikdə olanda həmişə yol gedirəm, işdəyə və yaxud hardasa, yəni özüm ondan söhbət edirəm də. Yəni mən bilirəm ki, mən ona sözümü deyirəm, yəni özüm bilirəm də indi nə barədə söhbət edirəm, nə barədə danışıram. Mən ona dediyimi mən hiss edirəm ki, o mənə cavab verir. Yəni nə barədə cavab verir mənə. Yəni qəbul edə bilmirəm ki, yəni şəhid olub, artıq həyatda yoxdur. Mən onları qəbul edə bilmirəm. Eyni zamanda da paralel olaraq bilirəm ki, şəhidliyə ucalıb. Biz gedirəm bekar olanda heç kimə demədən də özüm gedirəm. Qəbrində də yəni otururam orada söhbətləşirəm, dərdləşirəm. Yəni nə olursa, nə onsuz da mən bilirəm ki, o görür hər şeyi, amma yenə də özüm gedirəm, olacaqları nə var, nə olub hamısını deyirəm ona, söhbət edirəm. Yəni qardaş belə oldu, belə